Hər kəsə salam. Mən bugün 9 siniflərin buraxılış imtahanına düşə biləcək mövzularla bağlı test nümunələrinin izahını vermək istəyirəm. Demək, bu sualdan başlayaq. Hansı xüsusiyyət xəbərə aid deyil? Cümlənin baş üzvü olması bu aiddir. Çünki cümlənin baş üzvləri mübtəda və xəbərdir. Və bir şey qeyd edim ki, mübtəda və xəbər cümlənin həm də qrammatik əsası sayılır. Çünki onlar cümlənin qurulmasında əsas vasitə rolunu oynayır. Ona görə də onlara qrammatik əsas deyirlər və cümlənin baş üzvü sayılır. B-yə baxaq. Zərfliyi və tamamlığı özünün asılı etməsi. Bəli, yadda saxlayın ki, xəbər sadəcə olaraq mübtədadan asılıdır. Digər üzvlər isə xəbərdən asılı olur. Yəni bunu yadda saxlayın. Ona görə də zərfli və tamamlıq xəbərdən asılıdır. B doğrudur. C-yə baxaq. İsmin bütün hallarla ifadə olunan sözlərin xəbər kimi işlənə bilməsi. Xeyr, bu yanlışdır. Yəni burada cavabımız olacaq C variantı. Yadda saxlayın ki, ismin sadəcə olaraq təsirlik halı heç bir zaman xəbər olmur. Təsirlik hal sadəcə olaraq tamamlıq ola bilər. Bir də az hallarda zərflik ola bilər. Yəni zaman zərfliyi ola bilər. Amma heç vaxt xəbər olmur. Ona görə də C yanlışdır. D-yə baxaq. İfadə vasitələrinə görə ismi və feili xəbərlərə bölünməsi. Bəli, bu doğrudur. Y-yə baxaq. Mübtədadan asılı olma. Bəli, bunu az öncə də qeyd etdim. Xəbər mübtədadan asılıdır, amma digər üzvlərdən əsasdır. Yəni digər üzvlər ondan asılıdır. Ona görə də Y də doğrudur. Növbəti sual. Təyin işlənmiş cümləni müəyyənləşdirin. İndi belə danışma. Nə etmə, danışma, necə danışma, belə danışma, zərflik, tərzərəkə zərfliyi, nə zaman danışma, indi danışma. Bu da olsun zaman zərfliyi. A-da təyin yoxdur. B-yə baxaq. Bahar nə vaxt gəldi? Nə etdi, gəldi xəbər. Kim, bahar, mübtəda. Nə vaxtda zaman zərfliyinin sualıdır. Bu da olacaq zaman zərfliyi. B-də də yoxdur təyin. Azər bura gəlir. Nə edir, gəlir. Kim, Azər. Azər hara gəlir və yaxud da haraya gəlir. Bura gəlir. Bu da olacaq yer zərfliyi. C-də deyil. D-yə baxaq. Sən niyə danışmırsan? Nə etmirsən, danışmırsan xəbər. Kim, sən, mübtəda. Niyə də olacaq səbəb zərfliyi. Yəni burada da təyin yoxdur. Y-yə baxaq. Səbinə sarı paltar geyinmişdi. Nə etmişdir, geyinmişdir. Kim, Səbinə, mübtəda. Səbinə nə geyinmişdir və yaxud da nəyi geyinmişdir? Paltarı geyinmişdir. Bu da olacaq tamamlıq. Necə paltar geyinmişdi? Sarı paltar geyinmişdi. Bu da olacaq təyin. Ona görə cavabımız olacaq burada Y variantı. Növbəti sual. Biri sadə sözdür. Qarış, bəli. Cavabımız elə burada olacaq A variantı. Qarış sözünün kökü ilə qarışdır. B-yə baxaq. Həvəskar sözündə bəli, həvəs sözünün kökü kar leksi şəkilçi. Naümid sözündə sözümüz kökü ümiddir. Na ön şəkilçidir, yəni burada düzəltmə sözdür. Narazıda da eyni ilə razı sözün köküdür. Na burada ön şəkilçidir, düzəltmə sözdür. Sənətkarda bəli, sənət, sənətkar burada düzəltmə sözdür. Biri mürəkkəb söz deyil. Oyundan kənar mürəkkəb sözdür, söz-söhbət mürəkkəb sözdür, ədəbiyyat şünas artıq düzəltmə sözdür, çünki burada şünas və iyyat leksi şəkilçilərdir, ona görə də cavabımız burada C olacaq. D-dəki güllə batmaz mürəkkəbdir, Y çır-çırpı mürəkkəbdir. Cavabımız olacaq C. Altından xətt çəkilmiş sözlər ismin hansı halındadır? Anar beynəlxalq yarışda birinci yerə layiq görüldü. Əvvəla burada baxaq, əvvəla yarışda sözünə baxaq. Yarışda sözü yerlik aldı. Yerlik olan variantdakı B, C və Y olmayacaq. Anar özü, yəni layiq görülüb, o da olacaq adlı xal. Cavab olacaq D variantı. Növbəti. Frazeoloji birləşmələr verilmiş cərgəni müəyyən edin. Yuxudan ayılmaq, hərəkət etmək. Yuxudan ayılmaq da, hərəkət etmək də hər ikisi həqiqi mənalı sözlərdir. Ona görə də A olmayacaq. B-yə baxaq. Evdən çıxmaq, məktub aparmaq. Bunların hər ikisi həqiqi mənalı söz birləşmələridir. Havası çatmamaq, xörək bişirmək. Burada xörək bişirmək, yəni həqiqi mənalı deyə olmayacaq. Doğrayıb tökmək, gəzintiyə getmək. Bunların da hər ikisi həqiqi mənalı söz birləşmələridir. Ona görə olmaz. Y. Yuxusuna haram qatmaq, ürəyinə yatmaq. Bəli. Frazeoloji birləşmələr Y variantı. Növbəti sual. Hansı cümlədə elə sözü əvəzlik kimi işlənməmişdir? Qeyd edim ki, elə nitq hissəsinə görə işarə əvəzliyi ola bilər, ədat ola bilər, yəni dəqiqləşdirici ədat ola bilər, bir də feil kimi ola bilər, yəni bu işi elə, et mənasında. Amma yadda saxlayın ki, əksər abituriyent bunu çaşdırır. Elə və belə sözləri heç bir zaman sifət və yaxud da zərf ola bilməz. Onlar sifəti və zərfi əvəz edir. Amma sifət və zərf olmur, sadəcə əvəz edir. Zərflik ola bilər, cümlə üzvü olaraq təyin ola bilər, amma heç vaxt nitq hissəsinə görə eləni və beləni zərf və yaxud da sifət kimi götürməyin. Əvəz etmək başqa bir şeydir. İndi variantlara baxsaq, mən düşünmürdüm ki, o elə işlərdən baş çıxarar. İndi baxın.
Elə sözü necə işlərdən baş çıxarır? Elə işlərdən. Görürsünüz ki, burada eləyə sual vermək olur. Burada elə sifəti əvəz etmiş işarə vəzliyidir. Ona görə də A deyil. Elə zənn edirdi ki, onu bağışlayacaqlar. Bəli. Necə zənn edirdi? Elə zənn edirdi. Burada da yəni eləyə sual verə bilirəm. Yəni əvəzlikdir, işarə vəzliyidir və burada zərfi əvəz edib. Necə zənn edirdi? Çünki hərəkətə aiddir. Ona görə B də deyil. C-yə baxaq. Elə əsəri nə vaxtda yazmaq olar? Necə əsəri nə vaxtda yazmaq olar? Elə əsər. Görürsünüz ki, burada elə yenə sifət əvəz edib, çünki ismə aiddir. Yəni işarə vəzliyidir. D-yə baxaq. Elə sizin də fikirləriniz bizi qane etdi. Bəli, artıq burada mən eləyə sual verə bilmirəm. Çünki burada köməkçi hissəsidir, yəni dəqiqləşdirici ədatdır. Fikrin dəqiqləşdirilməsinə xidmət eləyib. Ona görə cavabımız olacaq burada D variantı. Y-yə də baxaq. Təklif elə oldu ki, iş nəzarətə götürülsün. Təklif necə oldu? Elə oldu. Görürsünüz ki, burada yenə də zərfi əvəz etmiş işarə vəzliyidir. Cavabımız olacaq D. Otarardı sözü ilə bağlı səhv fikri müəyyənləşdirin. Təsirlidir. Bir feilin təsirli olub-olmadığını yoxlamaqdan ötürü o feilə kimi, nəyi, haranı? Bu üç sualdan hər hansı birini verin. Məsələn, verək. Otarardı. Nəyi otarardı? Nə edərdi sualını verməyin. O heç. O feilin özünün sualıdır. Amma təsirlilik baxımından bunu bilməkdən ötürü o üç sualdan hər hansı birini verin. Otarardı. Nəyi otarardı? Görürsünüz ki, sual vermək olur, deməli təsirlidir. Və bir də bir şey qeyd edim. Təsirli və təsirsiz feillər imtahana düşmür, bəli. Amma təsirlilik bizdə, təsirli feili biz, təsirlilik halı öyrənəndə bizə lazım olur. Ona görə də yəni təsirli feilin nə qədər düşməsə də imtahanda, ən azından onun nə olduğunu, mahiyyətini bilməlisiniz. Yəni yadda saxlayın ki, bir feilin təsirli olub-olmadığını yoxlamaqdan ötürü ona kimi, nəyi, haranı, bu üç sualdan hər hansı birini verin. Verə bilirsinizsə təsirlidir, verə bilmirsinizsə təsirsizdir. B-yə baxaq. Qeyri-qəti gələcək zamandadır. Bəli, otarardı. Bəli, otarardı. D orada idi hissəci idi. Yəni ard orada qeyri-qəti gələcək zaman şəkilçisidir. C-yə baxaq. Qayıdış növdədir. Qayıdış növünün şəkilçiləri hansılardır? Il, il, ul, ül, ın, in, un, ün. Burada mən elə bir şəkilçi görmürəm. Ona görə də bu olacaq məlum növ. Yəni cavabımız olacaq burada C variantı. D-yə də baxaq. Təsriflənən feildir. Təsriflənən feil nədir? Yəni feilin şəkilləri. Bu da feilin xəbər şəklindədir. Çünki zaman var burada. Zaman şəkilçisi varsa xəbər şəklidir. Şəkildirsə, deməli, təsdiqlənən feil sayılır. Y-yə baxaq, düzəltmə feildir. Bəli, çünki tərkibində leksi şəkilçi var. Sözün kökü otdur. Ard orada leksi şəkilçisidir. Yəni Y də deyil. Növbəti sual. Birində yer zərfliyi işlənmişdir. Qışın bıçağında ot hər şeydən qiymətli idi. Burada yəni yer zərfliyi yoxdur. A deyil, B-yə baxaq. Uşaqlıq dostları ona tez-tez baş çəkirdilər. Burada da yəni yer məzmunu bildirən heç bir ifadə yoxdur. C-yə baxaq. Övladı böyüdükcə qayğılar da çoxalırdı. Burada da yəni nə zaman, sadəcə zaman zəfliyi var. Birinci mərtəbədən addım səsləri eşidilirdi. Bəli, burada artıq var. Nə edilirdi? Eşidilirdi. Nə eşidilirdi? Addım səsləri haradan eşidilirdi? Birinci mərtəbədən. Görürsünüz ki, burada yer zəfliyi var. Cavab olacaq D variantı. Y-yə də baxsaq, bu hadisədən sonra qayıtmaq istəmirdi. Xeyr, burada da yəni yer zəfliyi yoxdur. Ona görə Y də olmayacaq. Cavab olacaq D. Bugünlük bu qədər. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Əgər videonu bəyəndisə, dostlarınızla paylaşmağı və bəyənməyi unutmayın. Sağ olun.